sakit duranı əzməyə alışmış insanlarıq. Gedib alma alsaz, görsəz ki, almanın qiyməti qalxıb, o zaman şoka düşməyin. Sevgim almaya, almaya. İnsan olan yerdə problem var. İmkan və olmaz. Girdinsə 100 manat 3 bal cərimə. Bir qadının sevgisini bir kişi üzərində tapması nə gözəl. Boşanıblar. Axı sonra dedilər bir yerdədilər. Təsdiq deyəcəydim, rəsmi təsdiqini tapdı. Təsdiqini tapdı, boşanıblar. ATV bir qapısını açdı, ARB bir qapısını açdı. Oy, qoymayın gəldi. Kim gəldi? Dırnaq ustası gəldi. Hər kişi sizin sinənizi görmək məcburiyyətində deyil. Görmək istəyənlər hansısa bir şəkildə yolunu tapır, görür onsuz da. Siz elə üstəsi kişilər baxır sizə. Bunu şor biz kişilərlə 5 metr olmuşuq. Qadınların da hormonları dəyişir ha. Deyirsən bu hormon bədbəxtini neynəsə? Bu Azərbaycan televiziyasında bir dənə paltarlı adam görmürük. Elgizin verilişində bu xanıma qulaq asıb nə deməliyəm? Biz oturub efirdə kişi axtarırıq, kriteriya deyirik. Bizdəkilər var axı evdə arvadlarına baxmırlar, həyat yoldaşlarına baxmırlar. Gəlib düşüblər hansısa, yəni kimin dalınca da demirəm kimin dalınca. Deyirəm səndə nə kəramət varsa, trend olan alma, hələ qırmızısı da var. Almalarımızla gəlmişik. Baxın da, baxın görün, nədən danışacaq. Bugünkü mövzumuzu elə başlamaz istədim ki, almadan danışım. Meylim çəkir, yemək istəyirəm. Deyirəm ki, yox, sən son vaxtlar ən qiymətli qida növünə çevrilmisən. Deməli, Sumqayıt bu dəfə alma ilə məşhur oldu. Əslində, Samir Bədəlova da təşəkkür eləyə bilərik. Niyə? Çünki Samir Bədəlov hara aparırsan? Hara aparırsan onu? Sənin deyil. Bu sənin deyil. Deməsəydi, günlərlə nə Sumqayıtdan söhbət gedəcəkdi, nə də ki, almadan danışılacaqdı. Demək, bizim elə bəzi insanlara bir him lazımdır. Bir balaca, işıq ucu göstərdin onlara. Və ondan sonra nə qədər istəyirsən qarşılarında dayanasan, dayana bilmirsən ki, dayana bilmirsən. Deyirsən, ay Adəm övladı, nə baş verdi? Nə olub? Əlində mikrofonu tuta bilən, tuta bilməyən Sumqayıtdan danışdı. Qələmi tuta bilən, tuta bilməyən Sumqayıtdan danışdı. Jurnalistikaya heç bir aidiyyatı olmayan da Sumqayıtdan danışdı. Məmur meyvə satanın haqqına girdi. Üzr istəyirəm, nə oldu? Məmur meyvə satanın haqqına girdi. Bağışlayın, hansı məmurdan danışırsınız? Samir Bədəlov heç olmasa almaya göz dikib. Bəs heç almaya da göz dikməyib. Bəs bizim başqa məmurlar nələrə göz dikir? Onlardan danışaq da. Vallahi də, billahi də bu ölkənin problemi alma deyil. Bu ölkənin problemi yağış yağan kimi dizə çıxan sudur. Çox sayda əhalinin yaşadığı yerlərdə kanalizasiya sisteminin olmamasıdır. Nə bilim, külək əsən kimi kənd yerlərində işıqların kəsilməsidir. İnternetin dirəklərinin olub özünün olmamasıdır. Məsələn, ayın əvvəlindən sonuna çatdıra bilmədiyimiz əmək haqqıdır. Bəyən bizim problemimiz elə bir almadır. Bir də ki, mən anlamadım. Həqiqətən də təkcə sizin dilinizlə desəm, Samir Bədəlovdur sahibkarın haqqına girən. Sahibkarlara qarşı qanunsuz müdaxilənin aradan qaldırılması üçün dəfələrlə Prezident İlham Əliyev aidiyyatı qurumlara, xüsusən də məmurlara xəbərdarlıq edib. Böyük, kiçik, orta sahibkarların işinə əngəl yaratmaq olmaz. Çünki sahibkarlıq nə qədər ölkədə inkişaf etsə, bu o deməkdir ki, həm də bizim ölkəmizin iqtisadiyyatı dirçəlir. Yəni, söhbət almadan getmir. Necə deyərlər? Söhbət sosiskada deyil, söhbət vinimatelini olmaqdadır. Bu məsələdə amma vinimatelini ola bilmədik. Ya da ki, olmaq istəmədik. Axı biz həmişə daha sakit duranı əzməyə alışmış insanlarıq. Nə də olsa canımızda var da. Biri yıxılsın, üstündən tapdalayıb əzəcəyib. Bəlkə də yazıq yıxılandan sonra ayağa qalxacaqdı. Amma biz onu elə günə qoyuruq ki, adam özü arzulayır ki, Allahım, elə burada canımı al. Mən ayağa qalxmaq istəmirəm. Instagramı açdım, alma. Facebook'u açdım, yenə alma. YouTube'u açdım, yenə alma. TikTok'da ümumiyyətlə necə deyərlər, dağılır. Sabah əgər gedib alma alsaz, görsəz ki, almanın qiyməti qalxıb, o zaman şoka düşməyin. Çünki bir almaya təriflər deməyə başlamışıq ki, gəl görəsən, yenə də deyirəm, elə ki, dərdimiz, sərimiz almadır. Almadan başqa problemimiz yoxdur. Təbii ki, dünyanın hər yerində problem var. Bizim də problemlərimiz olacaq. Ümumiyyətlə, insan olan yerdə problem var. Açığın deyim ki, elə problemi yaradan da özümüzük. Qərəzsiz jurnalist olduğuma görə, Sumqayıtda xüsusən də yaşadığıma görə, həmin ərazidə yaşadığıma görə
Gözəl bilirəm ki, orada proseslər necə gedir. And olsun atamın yatdığı torpağa ki, uyuduğu torpağa ki, heç kimdən bir qəpik almamışam. Ümumiyyətlə, pul alsam belə heç danışa da bilmərəm. O zaman görərsiniz ki, hə, bu sifarişli danışıqdır. Kimsə istəyir də, kimdənsə pul alsın, onu bəy tərif eyləsin. Ay bəy, toyun mübarək, gəlin, toyun mübarək, gəlsin, xalat versin, bəyin əmsi. Nəysə də belə. Bilirsən də kimin qələmindən nə çıxırsa, kimisə tərifləyirsə, o tərifin arxasında nə iyi gəlir? Dollar iyi gəlirmi? Manat iyi gəlirmi? Avro iyi gəlirmi? Və yaxud da ki, İran pulunun. Amma İran pulu ilə versələr, onda kisə ilə daşımaq lazımdır deyirlər ki, İran pulunu 5 manat verirsən ki, onu çevirəsən İran puluna, sənə kisə ilə pul verirlər. Nəysə ki, yəni sözümün canı almadı da, apardılar Sumqayıtda tanınan Elmarın Kruquna, sonra təzdən bir də, Kruquna yeri gəlmişkən dairəsinə, dilçilər söz vermişəm, sizə əziyyət verməyəcəm. Apardılar Elmarın dairəsinə, çünki ora Elmar dairəsi kimi məşhurdur. Apardılar Elmarın dairəsinə, fırlatdılar, gətirdilər, verdilər yenə də sahibinə. Bu çox böyüdüləsi məsələ deyil idi. Əsas məsələ alma ilə qidalanmaq məsələsidir. Yenə də deyirəm, günə bir alma yeyin. Sevgim almaya. Onsuz da alma sevənəm. Samir bəydən sonra da xüsusi sevgim artıb. Sosial şəbəkələrdə başlıqlar. Rəqsanə İsmailovanın iddialı fotosesiyası. Girib baxıram ki, Rəqsanə İsmailovanı lütdəndirib qoyublar ortalığa. Yəni ortalığa dediyim, yəni çəkiliş eləyirlər, mərkəzdə dayanıb. Yəni bunu iddialı geyim. Axtarıram, iddia hardadır. Heç nə, ayaqlar sadəcə qalıb çöldə. Mən Rəqsanə xanımı xanım olaraq çox istəyirəm. Yəni gedən proseslərə uyğun şərhimi bildirmişəm, bu başqa. Amma şəxsinə deyəcəyim heç bir söz yoxdur. Çünki elə ilk vaxtlarından tanıdığım bir müğənnidir. Dəfələrlə də Sumqayıtda mən Dünya televiziyasında işləyəndə biz görüşmüşük Rəqsanə xanımla. Tez-tez də verilişlərə dəvət etmişik. Verilişlərimizə gəlib, gözəl, sevilən mahnılarından ifa edib. Rəqsanə xanımın mahnılarının əksəriyyəti sevilir və mənim özüm də bəzisini dinləyirəm. İndi burada o bəzilər kimi, Rəqsanəni dinləyirsən, vay. Mən elə deməyəcəm təbii ki, çünki mən dinləyirəm. Rəqsanə xanım, yəni o deyil səhnəni ələ almaqda mənə görə. Amma Aysun İsmailova daha gözəl səhnəni əlinə alır. Nəysə, söhbət səhnədən getmir. Sadəcə Rəqsanə İsmailovanın son vaxtlar etdirdiyi fotosesiyanı mən zərrə qədər ona yaraşdırmadım. Müxtəlif komment yazdılar onun da altında. Kəşke elə bu həmişə balon bankasını bağlayardı deyənlər də oldu. Ay Allah, bunlar özlərini niyə bugünə qoyurlar deyənlər də oldu. Bu görəsən heç güzgüdə özünə baxmırmı deyənlər də oldu. Müxtəlif şərhlər oldu bu ilə bağlı. Normaldır. Mənim də çox ciddi xəbərimə bir də görürsünüz elə şərh yazırlar ki, baxırsan ki, heç aidiyyatı yoxdur da. Yəni ona görə istənilən adamın istənilən yanaşması var bununla bağlı. Sözümün canı onda deyil. Sadəcə mən elə gəl ki, biz mövzu tapmayanda, Azərbaycan kütləvi informasiya vasitələrindən gedir söhbət. Biz mövzu tapmayanda başlığı tapa bilirik. Nə başlıq qoysaq partladar, necə qoysaq partladar. Xəstəlik artıq hamımıza yayılıb. Hamımız o gündəyik. Vallahi içimən qarışıq. Bu başlıq nəsə yaxşı deyil. Buna məsələn də canlı efirdə 400 adam baxacaq. Amma filan başlığı qoysaq, buna baxacaq 800 nəfər. Filan başlığı qoyaq. Əslində baxırsan ki, ortaqda heç bir şey yoxdur, amma bəziyirik orasını, burasını düzəldirik. İndi bu Rəqsanə İsmailovanın da fotosesiyasını düzəltdilər. Heç kimin görmədiyi kadrlar, ilk paylaşımlar, wow, fotosesiya. Bir baxdım Rəqsanə İsmailovanın aşağısına necə deyirlər, yəni ayaq hissəsini nəzərdə tuturam aşağısına deyəndə. Ayaq hissəsinə baxdım, bir yuxarı hissəsinə baxdım. Dedim valla, yaraşdırmadım mən Rəqsanə İsmailovaya. Həm də siz gerçəkdən mən nəyi başa düşmürəm. Həqiqətən də, gerçəkdən yox, dilçilərdən üzr istəyirəm. Həqiqətən siz nəyi mən başa düşmürəm. Fazil müəllim fotosesiyaya baxıb nə dedi? Mənim üçün həqiqətən maraqlıdır. Yəni, nə deyə bilər? Həyatım, sən çox gözəl görsənirsən. Mən səninlə çox fəxr edirəm. Bax, bu çox gözəl bir iş idi. Boşanıblar. Axı sonra dedilər, bir yerdədilər. Təsdiqini deyəcəkdim, rəsmi təsdiqini tapdı. Təsdiqini tapdı, boşanıblar. O atası deyil idi ki Aysunun. O Aysunun öz atası idi. Aysunun atası Rəqsanə İsmailovanın birinci əri. Aysunun atası. Sonra belə çıxdı ki ortalığa Aysunun adı da başqadır. Ayşə imiş. Ayşə dedi.
Neysə. Hə, birinci övladı birinci ərindən,dir. Səhv eləmirəmsə, ikinci övladı ikinci ərindən,dir Rəqsanə İsmayılovanın. Orada bir səhv sala bilərəm. Fazil müəllimlə də səhv eləmirəmsə övladı var, amma boşanmayıblar, yox. Düzdür, onun boşanma xəbərini mən də verdim. Amma sonra məlum oldu ki, boşanmayıblar. Belə bir konsert verdi Rəqsanə İsmayılova ki, mənim sevgim də Fazil müəllimlə bitdi deyə konsertində bir açıqlaması oldu. Ondan sonra da elə xəbər başlıqları yazdı. Rəqsanə İsmayılova boşandı, Rəqsanə İsmayılova boşandı. Sonra da məlum oldu ki, yox, sadəcə elə onun sevgisi nə idisə Fazil müəllimdə dayandı. Yəni, əgər yollara ayrılsa da başqa bir kişini sevə bilməz bundan sonra. Səndən başqa heç kimi sevməyəcəm də, belə bir şey. Əslində çox gözəldir. Bir qadının sevgisini bir kişi üzərində tapması nə gözəldir. Hətta mən deyim ki, Rəqsanə İsmayılovaya sahiblənmək, onu evinin xanımı etmək üçün də, yəni bir kişi hünəri lazımdır. Hər kişinin işi deyil, bunu da deyim yeri gəlmişkən. Və ona görə deyirəm ki, çox maraqlı idi ki, Rəqsanə İsmayılovanın o fotosesiyasına Fazil müəllim nə deyə yanaşdı? Ayaq özü bilər. Ayağını çöldə qoyur, özü bilər. Sinəsini çöldə qoyur, özü bilər. Belə baş aşağı dayanır, oxuyur, özü bilər yenə də. Sizə nə var? Həqiqətən də mən bunu niyə danışıram acıyım? Mən nəyimə lazımdır? Kim ayağını açsın, kim sinəsini açsın? Lazımdır sən onsuz da problem başından aşır. Nə bilim valla, çox iyi becər görsənir. Aygün Kazımova, başıma dönərəm sənin, hörmətli xalq artistimiz. Bu cəmaatı bir salmısan, sən oradan çıxanmırlar, hamısı. Ya bu bodini, vallahi elə geyinib çıxmırlar. Aygün Kazımova da geyinirsə, elə geyinib çıxmırlar da. Mən biləm. Bir də ki, öz əlinizi öz əllərinizə saxlayın da. Hər kişi axı sizin ayağınızı görmək məcburiyyətində deyil. Hər kişi sizin sinənizi görmək məcburiyyətində deyil. Görmək istəyənlər hansısa bir şəkildə yolunu tapır, görür onsuz da. Deyir, nə deyir? Keçin ədi sürü sağa qurban. Qoyun nədir? Sürü sağa qurban. İndi sürünü sizə qurban eləyənlər vardı. Nə çox qurbanlar. Siz onları qurban eləyirsiniz. Onlar da sizi qurban eləyir. Bari bizi qurban eləməyin. Vallahi mən qurban olmaq istəyirəm. Mən yaşamaq istəyirəm. Mən istəmirəm mən ürək xəstəliyinə düşüm. Siz elə bir üstəsi kişilər baxır sizə. Vallahi şorqız kişilərdən 5 beter olmuşuq biz. Otururuq belə. Görək bugün filan kəsəfrə harasını açıb çıxacaq. Cəmaat dəyişir. Bunlar nə yeyirlər, nə içirlər. Siz dəyişdirirsiniz də. Qadınların da hormonları dəyişir ha. Adam nə qədər lüt ətcə bala, nə bilim neysə də. Hormonlar dəyişir. Deyirsən nə bu hormon bədbəxt neynəsin? Bu Azərbaycan televiziyasında bir dənə paltarlı adam görür, abırlı həyallı muğam ifaçılarını görür, Nasbəri Dostəliyevanı görür, Elnarə xanımı görür, Mələk xanımı görür. Bəzilərini də bizim bağlı geyinən sənətçilərimiz var ha. Yəni əsl onlar haqqında heç nə demirəm, sadəcə indi hamının adını çəkməyəcəm də burada. İndi 200-300 sənətçi saymayacağam burada. Amma ki, çoxluq nədir? Bizim bəzi müğənnilərimiz elə bilsən efirə girən kimi qızışırlar bunlar. O həcələrinə deyiblər ki, baxın indi gör, at oynadacaq. Həqiqətən də elə at oynadan kimi oynadırlar özlərini. Bu səhnə zoopark deyil, səhnəni döndəriblər zooparka. Kim evdən necə buraxdılar elə bilirsən, geyinmirlər, koftan geyinirlər, şalvar yaddan çıxıb. Ya da yufqan geyinirlər, kofta yaddan çıxır. Buzqalterlə çıxırlar efirə. Nə olub, nə xəbərdir? Nə bilim olub, belə də ki sizə xoş, mən ondan da xoş, mən də baxıram Feyziyə oluram da. Neysə. Deyirəm ki, bizim bəzi ziyalılarımız bu gündədirsə, onda elə daha bizə əcəb olub elə biz bu gündə. Yaxşı olur danışığımızı düzəldir dilçilər. Milli Elmlər Akademiyasında işləyən Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli ona verilən sualı anlamırsa, ona uyğun cavab vermirsə, durun məndə burada nə hərf səhvi tutursunuz siz? İsa Həbibbəyliyə həmkarlarımdan biri sual verdi. Deyirlər ki, Milli Elmlər Akademiyasında Ramiz Mehdiyevin şəkli hələ də qalır. İsa müəllim də soyuqdan o qədər dolmuşdu ki, burnunu sildi dayandı və orada jurnalist sual verir. Deyirlər ki, Milli Elmlər Akademiyasında hələ də Ramiz Mehdiyevin şəkli qalır. İsa müəllim nə dedi? Mən 4 dəfə qulaq astım, anladım nəyin dediyini. Hava çox soyuq idi. Adamın dili, dodağı dona bilərdi, normal bir şeydir. O kiminsə üşüməyinə burada nəysə demək, yəni heç birimizin ixtiyarı yoxdur. Çünki həqiqətən də hava çox soyuq idi yanvar ayının 20-sində. Sadəcə Milli Elmlər Akademiyasında Ramiz Mehdiyevin şəkli qaldı qıraqda. İsa Həbibbəyli dedi ki, Milli Məclisin kitabxanasında Ramiz Mehdiyevin şəkli daha yoxdur. Yəni dedi ki, Milli Məclisin kitabxanasında
Ramiz Mehdiyevin şəkli daha yoxdur. Mən bir şey başa düşmədim. Axırda söhbət Milli Məclisdən getmirdi. İkincisi Milli Məclisin kitabxanasında Ramiz Mehdiyevin şəkli niyə olsun? Bəlkə də olmalıdır, mən bilmirəm. Milli Elmlər Akademiyası, Milli Məclis. Başa düşdüm. İkisi də milli ilə başlayır. Milli ilə başlayır. Milli Elmlər Akademiyası, bir də ki Milli Məclis. O iki milli sözü biraz İsa müəllimi çaşdırdı orada. Biraz da soyuq, biraz da burun axma, üşütmə. Nə də olsa, yəni yaşlı insanlar çox soyuqda dayanmalı deyirlər. Öz çıxartdı. Tez 12 qəşəng tutmamısan. Amma düzgün yanaşma deyil ki. İctimai qınaq valla o qədər ictimai qınaq olur ki, Milli Elmlər Akademiyası ilə bağlı. Heç oradakıları nəysə belə tərpətmişsiniz. İkincisi ki, başa düşmürəm. Kimsə mənim başımın üstünə çətir tutmaq istəyir. Mən qoymuram, amma o yenə tutur. Elə şey olur. Ay İsa müəllim, siz görmürsünüz o boyda yolu sizin yanınızda çətir tutur biri başınıza. Sadəcə mən deyim də burada məsələ necədir? İctimai qınaq olduğuna görə İsa Həbib bəyli çıxıb belə bir açıqlama verib ki, mən demişdim ki, çətiri mənim başıma tutmasın. O tutduğuna görə onu işdən, elə şeyə görə adam işdən azad eləyərlər. İkincisi ki, yaşlı insandır, hörmət əlaməti olaraq bir cavan adam onun başının üzərində yəni çətir tuta bilər. Bu normal bir şeydir. Bəlkə İsa Həbib bəylinin 50 əsr yaşından asılı olaraq. Bizdə insanlar var da. Məsələn, mən o qədər əlimi belə-belə eləyirəm. Deyirlər ki, qocalanda əlimi saxlaya bilməyəsən. Demək, belə-belə eləyəcəmsə, mənim ta ki, qızımdır, oğlumdur, yağış başıma döyməsin deyə, düşməsin deyə bu çətiri tuta bilər mənim başımın üzərində. Bu başqa məsələdir. Burada da bir hörmət məsələsi var. Amma ki, ictimai qınağa görə mən onu çıxartdım. Mən demişdim tutma, tutdu amma. Ay, sizin qorxunuzdan sizin başınızın üzərinə çətir tutmaq olur. Riyasət heyətinin elmi katibi olsun. Yəni, ola bilməz ki, siz ona çətir tutma. Dezinformasiya yayırlar bax burada. Başqa. Yəni, vəzifəsini kiçildib də. Hər halda bəlkə də qaldırıb vəzifəsini. Deyir, oho var, dağdan yendirər, oho da var, dağa qaldırar. Neysə, sözüm onda deyil də. Çətir indi kim necə istəyir, tutur başa. Bizim dağlara gör nə gözəldir. Çay Seyrelə çaylarım çağlayıb getsin. Ürəkdə kədərim qovla. Canay televiziya. Deyirəm, gör kimlərin ümidinə qalımsan. Sən ki belə deyildin, səni bu günə salanlar utansın. Deməli, bu müğənnicik sinəsinə döyüb ki, bəs bilirsiniz, mən necə canlı oxuyuram. Dəhşətizm, fantastik. Bunlar da deyiblər ki, bu meydan, bu şeytana üzr istəyirəm, bu meydan, bu da müğənni. Gəl oxu da, bu da alıb mikrofonu əlinə və başlayıb oxumağa. Daha doğrusu çalışıb oxumağa. İndi bu müğənni bir müddətdən sonra çıxıb deməsə ki, ayda mənim 20 minlik toyum olur, mən adımı dəyişərəm. Yadınıza gəlir də dırnaq ustası. Dedi ki, mənim sənətim dırnaq ustasıdır, amma axşam yatdım qərara gəldim ki, sabah durum oxuyum. ATV bir qapısını açdı, ARB bir qapısını açdı. Qoymayın gəldi, kim gəldi? Dırnaq ustası gəldi. Aparıcıların dırnağını düzəldəcək burada. Neyniyəcək? Oxuyacaq. Xaric, səs yox, bərbad, biabırçı gündə. Ay Allah televiziyalar üstündə dalaşdı. Niyə dalaşdı bilirsiniz? Çünki o məbləğ ödəyib çıxır axı televiziyaya. O yumurtadan cik deyib çıxanlar hamısı məbləğlə çıxırlar da. Məbləğ üstündə qırışmadır. Müğənni vecini alan yoxdur. Məbləğ üstündə qırışmadır. Falan kanalın neçəyə çıxın 1000 manat vereyim. Mən də kanalım 1200 manat. Axı bu verilişin aparıcısı məsələndə 50 gizəm mən 1500 manata çəkirəm tutaq ki. Məsələn, bu hamı bilir ki, kanallarda kommersiya məsələsi var da, yeni çıxan müğənnilər. İndi bu müğənni də heç bilmir, başa düşmür. Mahnının sözlərini bilmir. Gəl gedək dağlara, gör nə gözəldir. Mən bunlardan yaxşı oxuyaram. Gəl bizim dağlara, gör nə gözəldir. Tolika çıxın birinci. Qalmaqallı aparıcı Zaurun verilişinə çıxım. Oğuz Dazqalı düşməli də. Mahnının sözü müğənni kimi yadımdan çıxdı, neysə. Məncə o alınar da, səsimin üzərində işləsəm, alınar, niyə alınmır ki? Belə-belə müğənniləri gətiririk, biz cəmiyyətə məcburi şəkildə onları veririk və deyirik ki, qəbul eləsən də budur, eləməsən də budur. Mən adətən nəsə eləyirəm, xəbərim olmur. Sonra xəbərlər verəndə xəbərim olur. 16 saniyədə aparıcının 3 səhvi tutuldu. Dedim, ay Allah, görürsən, nə eləmişəm mən? Heç nə, bu sözü belə deməli idi. Bu məsəl üçün, mən indi
Ara sıra ləhcə ilə də danışıram. İsa Həbibbəyli də tutamayacaqlar. İsa Həbibbəyli ümumiyyətlə sualı kökündən səhv cavab verdi. Amma vallahi o dilcilər var idi ha məndə səhv tutanlar. İsa Həbibbəylidən bir kəlmə demədi. Mənim kimlə nə işim var? Fəhlə adamam, səhər tezdən saat 6-ın yarısı yuxuda dururam. Saat 7-də. Düşdük çöllərə, işə gedirik. Buradan baxırıq, avtobus, zolağı bomboş. Ay Allah, adamın ürəyindən necə qara qanlar axır. İmkan və olmaz, girdinsə 100 manat 3 bal cərimə. Mən cərimə ödəməkdən yorulmuşam, ay başa deyim. Adam nə qədər cərimə, aldığım maaşın yarısını cəriməyə verir. Maşına gəldi, avtobus zolağı zadı. Gecə yatanda da aynanı görürəm yuxuda. ARB TV-dən inciləri təqdim edirəm. Şəxsi həyatınızı qura bilmişsiniz? Hayır, ailəli olmamışam. Ailəli olmamışsınız. Necə? Ailəli olmam. Necə? Bilirsiniz necədir? Gül kimi qızsan, istedadım var, qəşəng. Görünüşüm var. Kriteriyalarım da yüksəkdir. Nədir ki kriteriyalar? Zalda sakitçilik. Tam sakitçilik. Kriteriyalar təqdim olunur. Qulaq asırıq. Siz də diqqətlə dinləyin. Bəlkə ağzımıza uyğun gəldi kriteriyalar. Yəni ailə quracamsa əgər Sakit durun da, İlgiz deyir sakit durun. Aha. ilk öncə həmin insan mənə ev almalıdır. Hə. Yəni ailə quracağınız şəxs kriteriyalar budur ki, birinci evlənməmişdən elə ev almalı. Sonra Bəli, ilk növbədə ev almalıdır. Birinci kriteriya. Pullu qaqaşlara aiddir. Birinci kriteriya ev almaq. Qəşəng qızdır öz aramızda. Deyim, indi Ceyhun burada da göstərir onsuz da. Paraleldə siz görürsünüz. Birinci kriteriya ev almaq. Keçirik ikinciyə. evi sizə almalıdır, yoxsa birlikdə yaşayacaq? Yox, qonşumuz Fatma xalıya sualı. Ekspertin sualına bax. Evi sizə almalıdır, yoxsa ay qardaş kim almalıdır evi? Yox, kim ala bilər bu evi? Dəqiqləşdir. Hə, bir də deyir ki 10 yaş məndən böyük olmalı. Yox, öz aramızda sən daydaysan. Bu həyat yoldaşı teması da öyle ya. Bu daydaydı. Yeri olmalı. Yox, evi mənə al. Bəlkə oğlanın ev eşiyi var. Deməli qaynana ilə, qaynata ilə birlikdə Əsas yaşamaq tema. istəmir. Xeyr, istəmirəm. Yox, mənə ev almalıdır deyir. Mən Öz adına, sizin adınıza. Bəli, mənim adıma ev almalıdır. Yüksək şəkildə. Ağıllı adamsan. Mebellər falan və toyumuza 2 gün qalmış bahalı bir maşın evin qabağında olmalıdır. Ölürəm ana, ölürəm ana. İndi mənim ağlıma bax. Sən ilk kriteriya salmalısan ki. Ceyhun, mən ciddi danışa bilməmizə xəbərim var. Yox, onsuz da ciddi olanda insanların çoxunu özümdən itələyirəm. Nəyə lazım? Nəysə, toya 2 gün qalmış maşın ardına qulaq asırıq. Kriteriya. Demək ev almalıdır, Yəni, işi doldurmalıdır. bilirsiniz necədir Elgiz? İlgizin ağzı şıqdadır. Ev 2 gündə qalmış. Gözəl, bahalı maşın. Həyətdə. Elgiz nidasını qoydu sonra. Çox istəyirəm ha sən Elgiz. Al, məhkəmə yazıda getməyə halım yoxdur. Sən Allah bəsdin görüm. Nə gözəl. Bilirsiniz Nə necədir? gözəl. Yəni, mən öz ayaqlarım üstündə dayanmışam. Öz çörək pulum. Vallahi. Xanım ayaqları üstündə dayana bilir sonra. Deməli bunu təqdim etməkdə məqsədim nədir? İndi deyəcəm ki, televiziyalarımız cəmaatı yoldan çıxardı, başlayacaqlar. Ay Allah. Kimlər zəng edib irad tutacaq da. Baxın, mən heç nə demirəm ki bunun üzərindən. Əksinə keyfim açıldı, danışdım, güldüm özümdə qəşəng. Amma ki biz nəyi təqdim edirik? Gözəl qız, kriteriyalarınız nədən ibarətdir? Qız da deyir. Bilirsiniz, mən öz ayaqlarımın üstündə dayana bilirəm. Mənim birinci kriteriya mənə ev almalıdır. İkinci kriteriyam toyuma 2 gün qalmış, bahalı maşın dayanmalıdır. Həyətdə Elgizə deyir. Sakit, bir dəqiqə sussun, sakit. Çox önəmli bir müzakirə gedir. Durduq sakit. Neni girib boşanaq, kriteriya beynimizə girir. Televiziya təsir edir kütləyə. Və mənim sözümün canı həmişə bundan ibarətdir. Mən də əslində televiziyanın içərisindəyim. Mən sizdən düzəməlli deyiləm ki. Mən düzəməlliyəm ki, məsələn, mən elə söhbətlərə heç vaxt verilişimdə yer vermərəm də. Arvadım neçə gündür qaçıb. Kişi ölür, az qalır ki, saçlarını yolsun. Ay Allah, mən onsuz yaşaya bilmirəm. Zat nə bilim, nə. Ay Allah. Bizim Azərbaycan kişilərini belə vəziyyətə salmayın da. Ya neyini yalvaraq ayağınızın altında filanında ölək. Niyə bu qədər alçaldırsınız? Ana ilə oğlu aylarla döyüşdürürlər. Orada elə bilsən ki, ikisi bir-birinə düşməndir. Qırırlar bir-birlərini. Aparıcılar da deyir. Reyting. Bugün neçə reyting var? Bugün 8. Hamısı onu partlatdım. Füsioda da irad tutmuyor. Sadəcə bu verilir, sərbəst verilişdir deyə deyirəm. Deyir ki, vəssalam. 10 reytingim var. Bir ay Xoşqədəm Hidayət qızının verilişində otururlar. Bir ay Zaur Bəxşəliyevin verilişində otururlar. Ondan sonra gedirlər Lalə Azərtaşdan mədət ummağa. Yəni belə
kanalları gəzirlər. Burada Fatıya Tuman olmayıb, belə bilər ki, Tumanı orada hazırlayıb Fatı. Orada da olmayacaq. Çünki hamı reytinqə işləyir. İnanın ki, zərrə qədər sizin həyatınız maraqlı deyil o veriliş apardısına. Yəni o boyda dərdli, problemli adamların arxasınca düşəcəyi bu aparıcılar. Hər kəs öz verilişinə görə işləyir, hər kəs öz verilişinə görə çalışır. Bunu bir dəfəlik yadınızda saxlayın. Televiziyalarda çox populyar olan bir adam var. Bunun anonsunu verirəm sizə. Bir adam var. Və bizə Baxtaya müraciət edib ki, Səidə xanım, mənim başıma o sosial proqram aparıcılarının gətirdiyi elə şeylərdən danışacağım ki, siz şoka düşəcəksiniz də. Yəni, bu bir silkələmə olacaq, bu bir partlayış olacaq, zəlzələ effekti olacaq. Adamı ikinci ərindən də ayırıblar. Qurulan senariyə bax, Bu bədbəxtin qızı deyib ki, birincidən onsuz da ağzım bala batmamışdı, ikincini tapdı nətərsə. Bu ikincidən də ayrıblar. Hər şey yaxşı olacaq bizim dediyimiz kimi. Hər şey yaxşı olacaq bizim dediyimiz kimi. Elə. Durdu başa düşüb ki, ikinci də yoxdur yanında. Və salam, ikinci də belə getdi. Onu təqdim eləyəcəyik burada, Baxta kanalında. Yəni, onu demək istəyirəm ki, bizim televiziyaların sonuçta təqdim edəcəyi bundan ibarətdir. Və bəzi həmkarlarım məndən inciyir ki, bizim verilişlərimizi niyə elə eləyirsən? Mən indi Elgizin verilişində bu xanıma qulaq asıb nə deməliyəm? Nə gözəl kriteriyalar var deyirsən, əcəb eləyirsən, yaxşı eləyirsən, hər gün çıx, özün haqqında məlumat ver, qəşəng. Qoy, nə götürürük, nəyi təqdim eləyirik? Cəmaət hansı sürətlə inkişaf eləyirik? Biz oturub efirdə kişi axtarırıq, kriteriya deyirik. Efir, kişi axtarmaq yeri deyil. Düz ye, səysi onsuz da düşür də, bunların dalınca gedir. Bu da deyir ki, vəssalam tutdum. Bizdəkilər var axı, evdə arvadlarına baxmırlar, həyat yoldaşlarına baxmırlar. Gelib düşüblər hansısa, yəni kimin dalınca da demirəm kimin dalınca. Arvada ikinci xalatı almır evdə dəyişmək üçün. Bu rent markaları geyindirir. Sögülüsünə. Kişilər də yoldan çıxardırsınız. Qadınlar da yoldan çıxardırsınız. Bəzi televiziya verilişləri. Konkret hədəfi bundan ibarət. Yenə də deyirəm, deyən kimi də xətirlərinə dəyilir, inciyirlər. Valla mən bunun üzərindən durum nə şərh verim, yenə də deyirəm, deyim, yaxşı eləyir, əcəb eləyir, bacarana can qurban. Hə, deyirəm, yaxşı eləyir, əcəb eləyir, bacarana can qurban. Biz də bunu bacarırıq. Siz də baxın da.